2026-cı ilin ilk aylarından etibarən 5 bürc üçün maddi baxımdan uğurlu və gəlirli dövr başlayır. Astrologiyaya görə bu bürclər üçün pul axını, karyera yüksəlişi və gözlənilməz qazanc ehtimalı artacaq. Astrobürc TV xəbər verir ki, var-dövlət dövrünə girən 5 bürc Qoç. Qoçlar üçün cəsarətli addımların bəhrəsini toplama vaxtıdır. Yeni layihələr, iş təklifləri və əlavə gəlir mənbələri gündəmə gələ bilər. Buğa. Maliyyə sabitliyi güclənir. Uzun müddətdir gözlənilən ödənişlər, maaş artımı və sərfəli investisiyalar buğaların üzünü güldürəcək. Şir. Şirlər üçün parlayış dövrü başlayır. Liderlik qabiliyyəti sayəsində karyerada yüksəliş və böyük qazanc imkanları yaranır. Oxatan. Şans oxatanların tərəfindədir. Xariclə bağlı işlər, təhsil və ya ticarət sahəsində gözlənilməz gəlirlər əldə oluna bilər. Oğlaq. Əziyyətin qarşılığı alınır. Oğlaqlar üçün böyük maliyyə razılaşmaları və uzunmüddətli qazanc dövrü başlayır.